Bu gün onurğanı, sadəcə onurğa beynin sağaldaraq, yəni orqanlarımızın həm düzgün şəkildə işləməsini təmin edirik, həm də onurğa beynindən bizim vücudumuza ifraz olunacaq bütün hüceyrələrin oradakı o işi bərpa edirik. Bu gün gimeoterapiyanın işi tək ağrılar deyil. Bu gün bədənimizdəki xəstəliklər dediyimiz kimi əzələdir. Hər bir ağrımızda biz vücudu alladırıq. Hər bir ağrımızda. Əslində biz ağrıları belə deyim, üstün tumarlayıb kremlə, ağrı kəsici məlhəmlə mi deyim, tabletkalarla mı, yapışqanla mı olmaz. Ağrının bir səbəbi var. Vücuddakı ağrının bir səbəbi bir gün sizə daxili orqan rahatsızlığı ilə qayıdacaq ki, bunu görürük. İnsanın birinci beli ağrıyır, boynu ağrıyır, kürəyi ağrıyır, bir yerdən sonra artıq başlayır endokrin sistemin pozulması, həzm sisteminin pozulması, sidik sisteminin pozulması, tənəffüs sisteminin pozulması, limfa sisteminin pozulması. Bunların hamısını yaradan ağrılarımıza dözə-dözə özümüzü alladan əslində bizik. Bu günləri onurğamızdakı əyrilik əzələnin gücsüzlüyüdür. Dizimizdəki problem əzələmizin gücsüzlüyüdür. Topuğumuzdakı problem əzələnin gücsüzlüyüdür. Yəni əzələ. Biz sadəcə bu gün buna diqqət etmək istəmirik, qəbullanmaq istəmirik bunu. Və istəyirik dərmanı içək sağalaq və dərman da bizi sağaltır. Gimeoterapiya isə köklü şəkildə vücudu sağaldır.